başı çıxıb, yəni mənə bir təəccüf gəlib ki, yəni mən bu boyda balıq tuta bilərəm. 2 kilo tutursa, bu fikirləşir ki, məsələn, bunu ya qohuma verməlidir, ya da ki, ola bilər ehtiyacı varsa bəlkə də sata bilər. Belə şeylər var. Kimyəvi zavodlar olmasa daha yaxşı olar. Spinkamın o alüminium tərəfini əyi eləmişdi, elə bir şey. Yəni elə iri idi balıq. İri idi, bəli. Axırı götürdüm onu, doladım qoluma, doluya yaxınlaşdırdım. Bu gün balıq tutmusunuz? Bəli, tutmuşam, göstərdim. Nə tutmusunuz? Hə, göstər zəhmət olmasa. Bobla, bəli. Bobla. Hə, neçə dənədir? Vallahi saymamışam, açığını deyim. 10 dənə var da. Olar, təxminən olar. Deyən olubmu ki, hansısa bir qurumdan ki, bu burada balıq tutmayın, çıxın gedin. Var elə bir şey. Yəni tutduğunuz balıqları elə burada pişirirsiniz, yoxsa evə aparırsınız? Evə aparıram, burada mümkün deyil. Burada həm də təmizləmək olmaz. Sumqayıt dənizi səhər tezdən öz səssizliyini balıqçıların ümid dolu baxışları ilə bölüşür. Qayanın üstündə oturmuş, əlində qamış tutmuş bir kişi bəlkə də günlərlə iş tapa bilməyən, bəlkə də sadəcə bu sükutu sevdiyi üçün buradadır. Dəniz kənarında balıqçılıq Sumqayıtda həm hobbi, həm də həyatın reallıqları ilə yoğrulmuş bir məşğuliyyətdir. Bu sahildə hər kəsin balıq tutmaq səbəbi başqadır. Bu bir il ərzində ən böyük tutduğunuz balıq hansı balıq olub? Elə düzdür, kifayət tutmuşam böyük bir dənə. Arası olardı 400 qram olardı. 400 qramda olardı. Hə, yarım kiloya yaxın balıq. Hə, ondan böyük yoxdur. Tam var, görürsən kütüm gəlir. Olur da. Sonra bu sazan da görürsən hərdən bir gəlir. İndi tor qadağan eləyib də, sonra icazə yoxdur. Deyib bax gəlir. Aha, tutursan ucu deyəsən, düşdü. Hə, gəl. Düşdü. Yenə maraqlı gəlir, bax şeylə. Adam Qismət qaçdı. Kimi səhər günəşin altında sakitlik tapmaq, gündəlik stressdən uzaqlaşmaq üçün buradadır. Onlar üçün balıq tutmaq sadəcə bir istirahət vasitəsidir. Balıq tutmasalar da olar. Əsas odur ki, dənizin səsi ilə baş-başa qalırlar. Amma bəziləri üçün isə bu bir hobbi deyil, dolanışıq məsələsidir. Evində ocağı yanan, süfrəsində balıq qoymaq istəyən insanlar üçün balıqçılıq bəzən yeganə çıxış yoludur. Əlbəttə, hər şeyin göründüyü qədər də asan deyil. Balıqçılığın da öz çətinlikləri var. Dəyişkən hava şəraiti, sahildəki zibillər, suyun bulanıqlığı, balığın az olması və təbii ki, qaydalara riayət etməyən şəxslərlə qarşılaşmaq. Siz neçə ildir balıqçılıqla məşğulsunuz? Yəni mən belə də, yəni bir var sevimli, yəni belə deyək də, ruscan onu lübitel deyirlər, nəmlə. Bəli, şirin. Bir də var ki, mən indi pensioner babayam da, yəni hərdən birdən gəlirəm, sırf balıqçı deyiləm də mən. Yəni elə belə. Yəni bir hobbidir də, gəlirsiniz balıq tutursunuz. Hobbi, həm gəlib dincəlirəm, həm də necə deyirlər, həm təmiz hava alıram. Varmı balıq? Olur. Hərdən olur. Yəni deyə bilmərəm ki, heç olmur. Yəni olanda olur. Adam yəni tutmadığınız gün var? Elə olur ki, qismətdir də, ilahinin qismətidir. Bəzən olur, bəzən olmur. Yəni burada çox balıqçı görürəm. Yəni bunlar hobbidən gəlirlər, yoxsa ehtiyacdan gəlirlər? İndi belə deyək də, el adam var, bəli, ehtiyacdan da gələnlər də var. Ola bilər. El adam da var ki, məsələn, indi gəlir dincəlməyə gəlir, onun hobbisi olan insanlar da var. Yəni bunların... Nə balığı tutursunuz ümumiyyətlə? Yəni gündəlik tilovunuzda hansı balıq düşür? Tilovumuza bobla gəlir, ondan sonra kifal gəlir. Bu çox deyən bir balıq var, o da daşın dibində canında olur. Balaca bu çox, yəni ruscan çevirəndə, Azərbaycancan çevirəndə, yəni kəlçə balıq deyirlər də, tərcüməsi. Bəlin şirin. Balıqçılar tez-tez şahid edirlər ki, müəyyən şəxslər torlardan və qeyri-qanuni üsullardan istifadə edərək dənizdəki canlıları tükəndirirlər. Bu isə həm ekosistemə, həm də gündəlik balıqla dolanan ailələrə ciddi zərər olur. Hər bir balıqçının dənizlə bağlı bir hekayəsi var. Kimisi ilk dəfə atasının əlindən tutaraq sahilə gəldiyi günü xatırlayır, kimisi isə bir dəfə tutduğu iri bir balığın həyəcanı danışır. Burada dostluqlar yaranır, səbir öyrənilir, təbiətlə barış olur. Çətinliyiniz nədir ümumiyyətlə bu balıq? Çətinliyimiz deyəndə şəxsən mənim üçün çətin deyil. Yəni biraz çətinliyimiz bir dənə mən ümumi insanlar üçün deyirəm, Sumqayıt cəmaəti üçün gəlir burada dincəlir də. Bəli. Bu məsələn bu ulduz fasonu betonlar var. Bundan o yəni sahilin, belə deyək, o səkinin arasında, bax o keçəndə görərsiniz, orada su ilanları zadları olur. Yəni
ola bilər onun içində təsadüfən məsələn o bir ilandan da o ola bilər. Yəni keçmişdə Yəni gətirib təhlükəli olur deyirsiniz. Yəni mənim üçün təhlükəli deyil də o. Yəni mənim üçün təhlükəli deyil. Yəni onu da şəxsən mənim özüm bir-iki dəfə görmüşəm, yəni rastıma gəlib də bax buralarda. İndi uşaq qorxa bilər. Yəni onu o işlə məşğul olan onları məsələn sahildən təmizləsələr daha yaxşı olar. Yəni insanlar Ümumiyyətlə Azərbaycanda balıqçılıq səviyyəsi hansı səviyyədədir? balıqçılıq səviyyəsi vallahi yenə deyirəm də o qismətdən asılı olan bir şeydir. Bu bir də ki yenə deyirəm bu kimyəvi belə deyək də kimyəvi zavodlar olmasa daha yaxşı olar. Aha. Məsələn o qədər cürbəcür məsələn texniki zavodlar var. Məsələn onlar olsa hökmzər deyil ki, yəni elə immuno kimya zavodları yəni bizim Azərbaycanın insanların yəni o hava oksigeninə də ziyandır, ümumiyyətlə balıqlara da ziyandır, hər şeyə ziyandır. Yəni o qədər Deyirsiniz ki, balıqların ölümünə də səbəb olur. Bəli, çox ziyanı var, çox ziyanı var. Çox ziyanı var. Yəni keçən ilkindən fərqli olaraq bu il ümumiyyətlə balıq tutmaq çətindir yoxsa? Yəni balıq varmı ümumiyyətlə? Yəni keçən il necə idi, indi necə? Keçənlə nisbətən, bu ilə nisbətən demirəm. Məsələn, indi biraz tor məsələsinə görə biraz qadağa olubdu. Hərdən birdən böyük balıqlar da görüşür də, yəni. Tutmusunuzmu? Hə. Yox, 2 il bundan qabaq məsələn bir dənəsi düşüb, bir dənə sazan balığı düşüb, ondakı yəni başı çıxıb, yəni mənə təəccüb gəlib ki, yəni mən bu boyda balıq tuta bilərəm. Hə, yəni o oksigenə çıxan kimi, ya havaya çıxan kimi başın silkələdi, yəni qarmaq nədir, jilka qırıldı, yəni çıxdı getdi. Yəni mənim Siz də təəssüfləndiniz ki, balıq qaçdı. Deməli bir il yalan olmasın, onun eşqinlə yata bilmədim ki, mən bu boyda balıq çəkib gətirmişdim. Maşallah olsun. Bir də ki o mənim spinkamın o alüminium tərəfini əyi eləmişdi, elə bir şey. Yəni elə iri idi balıq. İri idi, bəli. Axırı götürdüm onu doladım qoluma doluya yaxınlaşdırdım. Sonra da ağzından qırıldı, çıxdı getdi. Yəni belə ancaq burada Yəni burada hazırda televizonuza düşən ən çox balıq, Yox, məsələn, burada tutduğunuz hansı balıqdır? tutduğumuz ən çoxu zaten nədir? Bobuladır, bir də təsadüfən kifal tutarıq. O da ki çox belə Bax, həmin gəlirsiniz burada, balıq tutursunuz. Olur ki, məsələn, burada tutmursunuz, yəni ki, evə aparırsınız yoxsa? bəli mən tutduğumu mən satış üçün bir o qədər də balıq olmur axı satış üçün. Deyən olubmu ki, hansısa bir qurumdan ki, burada balıq tutmayın, çıxın gedin. Var elə bir şey? Olmuyor deməyiblər. Adam gərək düzgün danışsın. Deməyiblər, yox. Bizi incitməyiblər. Sumqayıtın sahilində balıqçılıq sadəcə bir ov deyil. Bu, insanların içindəki səssizliyi dənizlə paylaşması, bəzən bir çörək parçası üçün çəkdiyi zəhmət, bəzən də qürurla danışdığı bir uğurdur. Bütün çətinliklərə baxmayaraq sahildə oturan o insanlar sabah yenə burada olacaq. Ümidlə, səbirlə və dənizə inamla. Nizami Rəsulov, xüsusi olaraq Denas TV üçün.